Salam, Səbail rayonu 91 sayılı məktəbin kimya müəllimi Gülnarə Nəbiyeva. Bir zamanlar yer planetində heç kəs bu naməlum qəhrəmanı metal kimi tanımırdı. Halbuki ona hər addımda rast gəlinirdi. Bu metalın kəşfi ilə bağlı axtarışlar hələ 19-cu əsrin əvvəllərinə təsadüf edirdi. Lakin keçən əsrdən bu metala diqqət artdı və o bütün aləmə geniş yayıldı. Hətta belə məlum oldu ki, göydə təyyarələrin uçmasına kömək edən qanadları yüngüllüyü ilə seçilən bu qiymətli metaldan hazırlanır. Sizcə bu qiymətli metal hansı metaldır? Məhz keçən əsrdən bütün dünyaya səs salan və dərsimizin qəhrəmanına çevrilən bu metal alüminiumdur. Bugünkü dərsimizin mövzusu alüminiumdur. Alüminiumun adı latın dilində zəy mənasında işlədilən alümin sözündən əmələ gəlmişdir. Alüminium ilk dəfə saf halda 1825-ci ildə Danimarka alimi Hans Christian Ørsted tərəfindən boksit mineralından alınmışdır. Alüminium Mendeleyev kimyəvi elementlərinin 3-cü qrupunun əsas yarımqrupunda və 3-cü dövrdə yerləşir. Onun dövrü sistemdə sıra nömrəsi 13, nisbi atom kütləsi isə 27-dir. Kimyəvi element kimi sabit valentli metaldır. Birləşmələrdə yalnız sabit 3 valentli olur. Energetik səviyyələr üzrə elektronların yerləşmə sxemi 2, 8, 3 elektron şəklində qeyd edilir. Onun atomunun xarici energetik səviyyəsində 3 elektron olduğundan birləşmələrdə yalnız müsbət 3 oksidaşma dərəcəsi göstərir. Alüminium atomu 1s2, 2s2, 2p6, 3s2, 3p1 elektron formuluna malikdir. Həyəcanlandıqda alüminium atomunun 3s1 elektronlarından biri 3p orbitalına keçir, nəticədə cütləşməmiş 3 elektron alınır. Alüminium təbiətdə yayılmasına görə oksigen və silisiumdan sonra 3-cü yeri, bütün metallar arasında 1-ci yeri tutur. Yer qabığının 8,8%-ni təşkil edir. Təbiətdə yalnız birləşmələr şəklində tapılır. Onun təbiətdə tapılan əsas mineralları bunlardır: boksit və ya alüminium oksid, gil, onun əsas tərkib hissəsi olan kaolin mineralı, nefelin, çöl şpatı və ya orta klas, kriolit və korund. Korundun şəffaf kristalları mövcuddur. Belə ki, korundun şəffaf göy rəngli kristalları sapfir, qırmızı rənglisi yaqut və ya rubin, bənövşəyi rənglisi isə ametist adlanan daşlardır. Bunlardan daşqaş kimi zərgərlikdə qiymətli bəzək əşyalarının hazırlanmasında istifadə edilir. Bundan başqa korunddan itləyici daşlar da hazırlanır. Azərbaycanda Daşkəsən rayonu ərazisindəki zəylik yatağında onun ən mühüm mineralı olan alunit mineralına da rast gəlinir. Alüminiumun fiziki xassələri. Alüminium gümüşü ağ rəngli, yüngül, plastik, asan əriyən metaldır. Elektrik keçiriciliyinə görə gümüş və misdən geri qalır. Korroziyaya qarşı davamlı metaldır. Sıxlığı 2,7 qram bölünsün kub santimetrə bərabərdir. 660 dərəcə Selsidə əriyir. Plastik metal olduğundan asanlıqla mərtil şəklində dartılır. Lövhə və ya folqa formasında olur. 660 dərəcə Selsidə kövrəkləşir. Bu səbəbdən onu toz halına salmaq olur. 1827-ci ildə Alman kimyaçısı Friedrich Wöhler havasız şəraitdə hava daxil olmadan alüminium xloridi qələvi metallar olan natrium və kaliumla qızdırmaqla saf halda alüminiumu almışdır. Sənayedə isə alüminium, boksit mineralı olan alüminium oksidin ərintisinin elektrolizindən alınır. Belə ki, elektroliz prosesini nisbətən aşağı temperaturda aparmaq məqsədi ilə boksitin ərintisi 2050 dərəcə Selsi temperaturda deyil, əridilmiş kriolit mineralında məhlulu uğradılır. Belə halda alüminiumun elektroliz üsulu ilə alınma prosesi daha aşağı temperaturda 950 dərəcə Selsi temperaturda aparılır və sxematik olaraq göstərilir. Respublikamızda isə alüminium, Sumqayıt və Gəncə alüminium zavodlarında alunit mineralının emalından əmələ gələn alüminium oksidin elektrolizindən alınır. Alüminiumun kimyəvi xassələri.
Alüminium kimyəvi cəhətdən aktiv metal olduğu üçün güclü reduksiya edicidir. Qızdırıldıqda qeyri-metallarla qarşılıqlı təsirdə olur. Belə ki, alüminium oksigenlə alüminium oksid, kükürdlə alüminium sülfid, karbonla alüminium karbid, azotla alüminium nitrit, bromla alüminium bromid maddələrini əmələ gətirir. Qeyri-metallardan yalnız hidrogenlə reaksiya daxil olmur. İndi isə gəlin alüminium bromla reaksiyasının video təcrübəsini müşahidə edək. Bunun üçün bir qədər brom tökülmüş sınaq şüşəsinə alüminium parçası yerləşdirilir. Bir neçə dəqiqə keçdikdən sonra alüminiumla brom arasında şiddətli reaksiya baş verir. Belə ki, alüminium bromla reaksiyada alovlanmağa başlayır. Bu zaman sınaq şüşəsindən bromun buxarlarının çıxması müşahidə edilir və bu video təcrübənin sonunda alüminiumla bromun qarşılıqlı təsir reaksiyasının tənliyi də aydın şəkildə göstərilir. Alüminium su ilə adi şəraitdə qarşılıqlı təsirdə olur. Alüminium adi şəraitdə qatı nitrat və qatı sülfat turşularında həll olmur. Çünki soyuq şəraitdə onu passivləşdirir. Qızdırıldıqda isə reaksiyaya daxil olur. Alüminium qüvvətli amfoter metaldır. Amfoter metal olduğu üçün ikili xassiyəyə malikdir. Eyni zamanda həm turşularla, həm də qələvələrlə reaksiyaya daxil olur. Alüminium xlorid və doru sülfat turşularında yaxşı həll olur, eləcə də qələvələrin suda məhlulunda asanlıqla həll olur. Hər üç reaksiya tənliyində hidrogen qazının çıxması müşahidə edilir. İndi isə gəlin alüminiumla xlorid turşusunun qarşılıqlı təsirdə olması video təcrübəsini müşahidə edək. Bu video təcrübədə petri kasasında alüminium parçaları, yumru dibli kolbaya tökülmüş xlorid turşusu və içərisində soyuq su olan kimyəvi stəkan müşahidə edilir. Burada alüminium parçası tutkacla götürülərək sınaq şüşəsinə yerləşdirilir. Sonra onun üzərinə xlorid turşusu əlavə edilir. Bu zaman reaksiya baş vermir. Spirt lampasında qızdırıldıqda isə alüminium xlorid turşusunda yaxşı həll olur və hidrogen qaz qabarcıqları çıxmağa başlayır. Biraz soyudu, soyuq su olan kimyəvi stəkana saldıqda isə reaksiyanın getmə prosesi zəifləyir. Yenidən qızdırıldıqda isə reaksiyanın sürətlənməsi, yəni hidrogen qazının çıxması göstərilir. Alüminium tozu ilə dəmir yanığının 3-ün 8-ə mol nisbətində götürülmüş qarışığına termit, onlar arasında baş verən prosesə isə termit qaynağı deyilir. Bu qarışıq yandıqda temperatur 3500 dərəcə Selsiyə çatır ki, bu zaman ayrılan istiliyin hesabına dəmir əriməyə başlayır. Məhz bu termit prosesindən dəmir reslərinin qaynaq edilməsində istifadə edilir. Metal oksidlərinin alüminiumla reduksiyası alüminotermiya üsulu adlanır. Gəlin indi alüminiumun tətbiq sahələrinə nəzər salaq. Alüminium elektrik naqillərinin və məftillərinin hazırlanmasında, məişətdə mətbəx qab-qacaqlarının istehsalında, falqa kimi yeyinti məhsullarının qablaşdırılmasında, dizayn işlərində, tikintidə qaynaq işlərin aparılmasında geniş tətbiq edilir. Bundan başqa, alüminiumun mühüm ərintisi hesab olunan dür alüminium ərintisindən aviasiya sənayesində təyyarələrin, eləcə də maşınqayırma sənayesinin avtomobillərin istehsalında, plastik pəncərələrin hazırlanmasında, raket texnikası və sair kimi sahələrdə geniş istifadə edilir. Alüminiumun insan orqanizminə təsiri. Alimlərin apardıqları elmi araşdırmalar nəticəsində məlum olmuşdur ki, alüminium insan orqanizminin mərkəzi sinir sisteminə təsir edir. Belə ki, spirtli içkiyə meyilli olan və eləcə də bədənində yanığı olan xəstə insanların qanında alüminium miqdarının çox olması həkimlər tərəfindən müəyyən edilmişdir. Hətta aparılan elmi tədqiqatlar nəticəsində məlum olmuşdur ki, alüminiumdan hazırlanan qablardan çox istifadə etdikdə insanlarda alüminiumun miqdarı artır. Bu da insanlarda yaddaşsızlıq, yaşlı insanların beynində beyin hüceyrələrinin məhv olmasına səbəb olan Alzheimer kimi xəstəliyə gətirib çıxara bilir. Bununla da biz sizinlə bugünkü dərsimizin mövzusu olan alüminium haqqında geniş şəkildə biliklərlə tanış olduq. Diqqətinizə görə minnətdaram.